Rusiyadan Azərbaycana qarşı böyük bir təxribat başladılıb. Görün Qarabağla bağlı indi nə edirlər? Kremlin yanaşmasında hansı məqamlar üzə çıxıb? Rusiya rəsmiləri Bakı ilə strateji əməkdaşlıqdan, tərəfdaşlıqdan danışmağa davam etdiyi bir vaxtda ölkənin dövlət televiziya kanalı olan Birinci kanal Azərbaycanın xəritəsində ayrı Qarabağ təsviri nümayiş etdirib. Vremya Pokajet proqramında Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi və ikinci cəbhənin açılması ehtimalı müzakirə olunarkən tamaşaçılara Cənubi Qafqazın xəritəsi göstərilib. Həmin xəritədə Azərbaycanın ərazisində dırnaqarası Dağlıq Qarabağ ayrıca bölgə kimi qeyd olunub. Bu isə hansısa marjinal YouTube kanalı və ya anonim Telegram səhifəsində deyil, Rusiyanın əsas federal telekanalının efirində başlayıb. Hal-hazırda canlı yayımda nümayiş etdirilən məqamlarla əlaqədar ortaya çıxan görüntülər hansı şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti bir hücum, təxribatçı hərəkət və hörmətsizlik Rusiya tərəfindən ifadə edilib. Bunu an-ban çəkildiyi, yayımlandığı video kadrlar gördüyünüz kimi Qarabağ ərazisi Azərbaycan ərazisində çox fərqli bir formada, başqa bir qırmızı rənglə orada boyanaraq qeyd olunur. Yəni bu nəyi göstərir, nəyə eyham vurulur, nə demək istəyirlər? Bu fonda akıl sual yaranır. Bu Moskvanın rəsmi mövqeyidir, yoxsa hələ də köhnə geosiyasi reallıqlarla yaşayan Rusiya təbliğatçıların növbəti öz fəaliyyəti ilə üz-üzədir? Hər halda bunlar yenə də qeyd edirik, dönə-dönə təkrar edirik, sıradan bir platformada deyil, ölkənin birinci televiziya kanalında yayımlanır. Elə bir ki, Azərbaycan televiziyası, Azərbaycan dövlət televiziyası ASTV Rusiya əleyhinə veriliş hazırlayır, təqdimat göstərir və Rusiyanın hər hansı bir ərazisini, tutaq ki, Moskvanı qırmızı və ya narıncı başqa bir rənglə boyuyur, göstərir ki, güya bunlar Rusiya torpağı deyil və başqa bir dövlətə məxsusdur. Belə bir görüntü təqdim edirik Moskva və Sankt-Peterburqla bağlı. Necə görünər, necə anlaşılar və qəbul olunar? Bu da təbii ki, mütləq ki deyilməlidir.